Hamıya salam. YouTube kanalıma ve ilk YouTube videoma hoş gelmişsiniz. Sizinle hafta sonu neler ettiğimi paylaşmak istedim. Ona göre de küçük karışık vlog tərzi bir video hazırladım. Deməli, bu nahar hissəsi sonraki videoya ait olmalıydı. Sonraki dəqiqələrə daha doğrusu. Prosta mən editi tam bilmədiyimdən dolayı videoların yerlərini qarışdırmışım. Yeniyə canımız sağ olsun. Əsas odur ki, video maraqlı olsun. Ümidvarım sizə də maraqlı olar. Burada croissant sandviç hazırlamaya çalışıram. Və dadı da həqiqətən çox qəşəng oldu bu arada. İstifadə etdiyim kalbasa pinar kalbasasıdır. Hindi salam olanı idi. Çox qəşəng idi dadı həqiqətən. Mən bu sandviçi bir dəfə də sab kalbasası ilə hazırlamışdım. Amma dadlarında həqiqətən çox fərq var. Bu daha dadlıdır. Burada da çayın dəm almasını gözləyirəm. Mənim üçün bitmək bilməyən bir vaxt həqiqətən o çayın dəm alması. Çünki çay mənim üçün çox önəmlidir. Günə 8 stəkan çay içə bilərəm. İşlərimi bitirdikdən sonra özümə ice latte hazırlamaq qərarına gəldim. Amma kəşke o süd isti olaydı. Çünki toz yaxşı qarışmadığından kofedə toz belə qum kimi qaldı. Amma olsun, neysə. İş görəndə yanında içməyə və yaxud da ki, atışdırma neysə lazımdır. Ona görə də özümə belə bir şey hazırladım ki, işlərimi davam eləyə-eləyə yanında kofedə içim. Əslində günüm ilk olaraq çölə çıxmaqla oldu. Yuskada idik. Orada çərçivələr var idi. İndirimə düşmüşdü. Mənə də çərçivələr lazım idi. Ona görə özümə çərçivələr götürdüm. Əsas sulu boyalarımı falan yerləşdirmək üçün. Belə bir boş qab götürdüm. Bu çiçəklidən. Keşke çaşkasını da götürsəydim. Dəstanında istifadə eləməyə. Sadəcə rəngləri ilə bir tam uyuşmurdu. Sonra biraz Yuskun içərisində gəzdik. Burada həqiqətən çox qəşəng bohem tərzdə mebellər var idi. Yəni kuxna neymiş? Bağ üçün falan. Yəni çox qəşəng idi həqiqətən. Sonra biraz yolda acıqdıq. Mən çox da ac değildim deyə 2 dənə lahmacun götürdüm. Dadları qəşəng idi. Əsas da bu mavi kokteylin dadı çox qəşəng idi. Xoşuma gəldi. Turş məzə. Mən ümumiyyətlə turş məzə şeyləri xoşlayıram. Ondan sonra biraz metro parkda da gəzdikdən sonra evə gəldik. Məhsulları göstərmək istəyirəm. Burada da 100'da nələr aldıq deyə. Deməli bu adyalı aldım. Bu adyalın ölçüsü biraz kiçikdir. Hardasa 2'nin 140 idi. Səhv eləmirəmsə. Və çox nazikdir. Yəni çox da belə isti saxlayası bir şey deyil. O Türklər demiş TV battaniyesi. O tipdə bir şeydir. Yəni çiyni və at. Otur yəni əgər üşüdünsə balkona falan çıxanda. Ondan sonra kiçik bir belə dipçək aldım. Dəsmal aldım. Əsas olaraq düzənləyicilər aldım. Orada deyəsən 3 rəng mi 4 rəng mi var idi. Mən əsas yaşılları götürdüm daha çox. Səbəb də otaqda daha çox yaşıl rəngin olmasıdır. Onlarla uyum sağlasın deyə. Başqa rəng olsa gözə bata bilər. Ona görə. Məndə də o şeylər biraz takıntı olduğundan neysə yaşıl rəngini götürdüm. Düzənləyicilər həqiqətən insana çox yardımcı olur. Əsas da bu daxillərdə, şkaflarda məhsulları qoyanda hamısı bir-birinə qarışır. Neysə axtaranda da tapmaq zülüm olur. Amma bunların içərisinə baxım məhsullarını bir yığanda, kosmetikanı və yaxud da ki, digər məhsulları yığanda həqiqətən də yardımcı olur baya. Bunlar yeşik tərz idi. Qurulması da çox əyləncəli idi həqiqətən. Çox xoşuma gəldi. Kəş biraz da götürsəydim. Mən deyəsən 5 ədəd götürmüşdüm. Biraz da götürə bilərdim. Neysə, əgər məhsulum çox olsa, onu da götürərəm. Əsas rəsm məhsullarım üçün. Belə veşilkalar da aldım. Çünki veşilkalarım mənim biraz qarışıq rəngdə idi və az idi. Dedim elə mebelin rənginə uyğun olaraq ağ götürüm. Burada da güzgümün qabağına dekor eləməyə çalışıram. Çünki önü belə boş, çox sıxıcı görünürdü. Dedim, kiçik bir dekor
eləyim bura. Ona görə də bu məhsulları aldım dekor eləmək üçün. Belə bir görüntü alındı. Bu mişkan da qrup yoldaşım almışdı mənə. Pul yığan qabı idi. Yeni il hədiyyəsi olaraq. Burada da sulu boya eləyirəm. Sulu boya mənim üçün həqiqətən terapiya kimi bir şeydir. Həqiqətən məni çox rahatlatır. Yəni fikrimi yayındırır. Yəni hər kəsə tövsiyə eləyərəm, sulu boya ilə məşğul olun. Bacarığınız oldu ya olmadı. Həqiqətən stres atmağa çox kömək eləyir. Əsas da bu kənarlardan skoçlarını ayırmaq hissəsi. O rahatlatıcı videolar olur. O tərzdə. Məni də elə rahatlatır. Ondan sonra deməli bu əslində bu hissə birinci gəlməli idi. Mən yerlərini qarışdırdım deyə bu ikinci gəlib. Dünəndən qalma yumurta var idi elə bil. Yumurta neymiş? Ət var idi. Dedim o ətə nə edeyim? Fərqli biraz səhər yeməyi olsun deyə. Dedim qəşəngcə ya börək eləyəsidim ya da qayğanaq. Dedim qiyməli qayğanaq eləyim. Dad dəqiqətən çox qəşəng alındı. Ondan sonra mənə belə bir tripod lazım idi. Ona görə çölə çıxanda bunu da aldıq 28-dən. Pinterestdə önümə protein bar yapımı çıxmışdı. Dedim mən də bir sınayım, baxım necə olacaq deyə. Dadı həqiqətən çox qəşəng oldu. Hərəsindən yarım ovuc qoysaz da olar, yəni. Baxır, yəni hansı ölçüdə düzəltmək istəyirsiniz. Mən sadəcə bu xurmaları az qoyduğumdan dolayı quru alındı. Biraz daha qoysaydım sulu alına bilərdi. İçinə chia da əlavə elədim. Yer fıstığı da əlavə elədim. Badam, qoz, bir də ki fındıq. Burada da düyü bişirirəm. Mən düyünü daha çox belə yağda qızartıb, üstünə su əlavə eləyərək bişirmək daha xoşuma gəlir, daha tez olur. Dad olaraq da məncə bu daha dadlı olur. Çünki səbrim çatmır mənim. Düyünü saatlarca dəmini gözləyim orada ki, tam dəm alsın. Ondan sonra mən onu servis eləyim. Ona görə də mənim üçün ən rahat variant budur. Bunun da içərisinə müxtəlif ədviyyatlar əlavə edirəm. Əsas keklik otu, qara istiot. Bir də ki, bunun içərisinə mən magi əlavə edirəm. Magi nədir? Bizim qalina bulanka və yaxud da ki, türklərin knor bulyonu kimi bir şeydir bu. Sarı balaca paçkalarda olan. O qədər qəşəng dad verir ki, düyü olsun, vermişəl olsun, hər hansı bir yeməyə əlavə eləyəndə. Yəni, bunların tamı daha güclüdür bizdəkilərdən. Yoldaşım gil ona magi deyir. Oradan, daha doğrusu Türkiyədən alıb gətirmişdi. Bizdə təəssüflə satışı yoxdur. Türkiyədə var, amma bəzi yerlər var ki, satırlar. Bizdə də deyəsən bir Instagram səhifəsində satılırdı, amma qiymət fərqi var bayağı. Burada da düyünün yanına qəşəngcə ət bişirib qoyacağım. Langet eləyəcəm. Deməli, birinci ətləri qoyuram. Gözləyirəm van modda öz suları çıxsın. Yəni, suları çıxıb tam sudan azad olana qədər gözləyirəm. Hardasa vaxt aparır bu təbii ki də. 1 saat yarım, amma ət olur. Necə deyim, lokum kimi, pambıq kimi yumuşaq, ağızda dağılıb gedən o tam deyirləri, ət deyirləri, ağızda dağılıb gedən o tərzdə. Yəni, dadlı olur. Prosta mən bunu bəzən zirinçlə qovururam. Yəni, üstünə zirinç də əlavə edirəm. Çünki mən turşməzə daha çox xoşduram əti ona görə. Yəni, siz də sınaya bilərsiniz. Ətin sümüksüz hissəsini alıb belə incə doğrayıb, van modda bişirib, sonra kərə yağı üzərinə əlavə eləyib, həqiqətən çox dadlı olur. Bu arada mən bunun üzərinə biraz daha su əlavə eləmişdim. Çünki suyu özünün bişib qutarsa da yenə də biraz möhkəm idi. Ona görə biraz da su əlavə elədim ətə. Ondan sonra
Ətlərim də qızardı. Bu tavanı yumaq var təbii ki də. Ki bu biraz bəzən çətin çıxır. Tava da biraz köhnəlib deyə daha da çətin çıxacaq. Neysə, keçirəm servisə. Burada da düyün və ətim üzərinə təbii ki də nar şərabımı əlavə eləyəcəm. Biraz da soya sosumu əlavə eləyəcəm. Mənim də 2 günlük vloqum belə oldu. Günüm belə keçdi. Yemək bişirdim. Biraz çölə çıxdım, gəzdim. Məhsullar aldım. Rəsmlə məşğul oldum. Yəni belə. Növbəti vloqda görüşərik. Sağ olun.